Hamıya salam. Əlaqədə Sistem, Guru, Markets. Şirkətin ümumi məlumatlarından başlayaq. Biraz daha hər bir parametri daha ətraflı öyrənəcəyik. Lazım olsa onu dayandıra bilərsiniz. Tədqiq olunan şirkətin bütün göstəricilərinə daha yaxından nəzər salmağı təklif edirik. Korporasiyanın əsas göstəricilərini müqayisə edəcəyik. Amazon.com, Inc, Ticker, AMZN. Bu icmal 7 iyun 2025-ci il tarixinə olan cari məlumata əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Amazon.com Inc alt kateqoriyaya aiddir. T-internet təhlildə 63 şirkət iştirak edir ki, bu da çox təmsil edir. Şirkət üçün ümumi nəticə 10 baldan 4 bal. Alt kateqoriya üzrə orta xal 3,1 bal. Geniş baxsanız, ümumilikdə bütün bazar çərçivəsində. Qeyd edək ki, bütövlükdə ABŞ fond bazarı üçün orta xal 1,9 baldır. 3-ün 4 xala qarşı Amazon.com Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Amazon.com Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görə bilərik. Amazon.com Inc 19,1% dinamika nümayiş etdirib. %21,4% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Təşkilatın bazar kapitallaşması Amazon.com Inc. 2267,57 milyard dollar dəyərində qiymətləndirilib. 10.157 milyard dollar alt kateqoriyasının kapitallaşması ilə. Şirkətin balans dəyəri 305,69 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə 1023 milyard dollardır. Fond birjasının səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Amazon.com Inc alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 22,324% təşkil edir. Balans dəyəri 29,869% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Təşkilatın borc öhdəlikləri 149,802 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 49%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri səviyyəsinin qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 34,4-dür. Alt kateqoriya üçün orta qiymət 28,9-dur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin fond bazar dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi keçərli 0 bal. Son 12 ayda mənfəət 65,951 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət şərti olaraq 77,15 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymət-satış nisbəti 3,5-dir. Alt kateqoriyada orta göstərici 6,5-dir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin bazar qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 650,380 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin 743,820 milyon dollar olacağı təxmin edilir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada orta hesabla 22,4% olmaqla satış marjası 10,1% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi keçərli 0 bal.
Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 68,602% təşkil edir. Bu, bazar kapitallaşma payından 207% çoxdur. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $1457.000-dır. Alt kateqoriya üçün isə $4478.000-dır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $42,400-dır. 154,700 alt kateqoriya ilə orta hesabla. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Keçərli 0 bal. Şirkətin bir işçisinə düşən gəlir payı $418.000-dır. Alt kateqoriya $691.000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi. Keçərli 0 bal. Qısa müddətli əməliyyatların həcmi 0,8%, alt kateqoriya üzrə orta hesabla 1,2% təşkil edir. Texniki göstərici RSO 14 şirkət üçün %66 səviyyəsini göstərir. Amazon.com Inc. Alt kateqoriyada isə bu səviyyə təxminən 69% təşkil edir. Şirkətin faktiki səhmlərinin dəyəri təxminən $214. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $239. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm səhm qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətləndirməsi nəticəsində Amazon.com Inc. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Sifariş açmayın, çünki bu video icmaldır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun. Guru Markets.